müharibənin birincisi iştirakçılarını təsbit edək də və onların maraqları çərçivəsində senarilərin qurulmasına çalışaq. Müharibənin birinci tərəfində Rusiyadır. İşğalçı, Ukrayna xalqına zülm edən, Ukrayna şəhərlərini, rayonlarını, kəndlərini dağıdan işğalçı Rusiyadır. Bu məsələnin bir tərəfi. Yəni münaqişənin bir tərəfi. Və çox təəssüf ki, resursları Ukraynadan qat-qat çox olan bir Rusiyadır. İnsan həyatını heçə sayan bir Rusiyadır. Rusiya, mən sizin efirdə neçə dəfə demişəm ki, insan həyatını heçə sayacaq Putin'də. Orada 500 mində, 1 milyonda, 2 milyonda insan ölsə, Putinin vecinə də deyil. Yəni müharibənin resurs müharibəsi olduğunu anlamına, insan resursu müharibəsi olduğu anlamına gəlir. Ukraynanın belə bir resursu yoxdur. Müharibənin ikinci tərəfi təcavüzə məruz qalan Ukraynadır. Amma Ukraynanın resursunun azlığı, insan resursunun azlığının üzərinə də Avropa ölkələrinin, yəni Avropa Birliyinin deyək, Avropa ölkələrinin deyək, bu da müharibənin bir tərəfidir. Onların da siyasətinin çox pis təsirləri oldu. Dördüncü tərəf isə Amerika Birləşmiş Ştatları. Bax, indi bu dörd tərəfin maraqlarını gəlin nəzərə alıb senariləri qurmağa çalışaq. Rusiyanın mövqeyi aydındır. Rusiyada iqtisadi problemlər başlayıb artıq, amma resursu çoxdur deyə hələ 2 il, 3 il, 4 il belə dözə bilər. Bu müharibəni apara bilər. Təəssüf ki, belədir də. İnsan resursu çoxdur, avtoritar diktatura rejimidir. İnsanları pul hesabına olsa, ideoloji baskı hesabına olsa da müharibəyə göndərə bilir. İnsanlar da orada gedirlər, vuruşurlar. Çünki ölkə əhalisinin bir 60-70% elə Putin kimi düşünür. Balaca Putinlərdir, necə deyərlər. Deməli, resurs müharibəsidirsə bu, bunu təsbit eləyiriksə, hələ bir neçə il Rusiyanın bu resurslarla müharibə aparma potensialı var. Gələk Ukrayna. Ukraynanın insan resursları tükənir. Kifayət qədər çox, 10 milyon insan qaçqındır, məcburi köçkündür, ya xaricə köçüb. Geri gəlmişkən həm də Rusiyaya köçüb. Bu haqda az danışılır, amma 1 milyon yarım insan, 2 milyona yaxın Ukraynalıda qərbə yox, Rusiyaya köçüb. Bu da bir fenomendir. 6 milyona yaxın insan Avropaya və Amerikaya, Kanadaya köçüb. 1-2 milyona yaxında insan şərqdən Ukraynanın qərbinə köçüb. Yəni 10 milyon insan qaçqın vəziyyətindədir, köçkün vəziyyətindədir. 10 minlərlə, 100 minlərlə itki var. İnsan resursu tükənmək üzrədir. Amma Ukraynanın həm maliyyə və hərbi resursu da özünün deyil. Gələn il Ukrayna dövlətinin funksiyalarını yerinə yetirmək üçün 148 milyard dollar pul lazım. Ukraynanın da o pulu yoxdur. Silahı yoxdur, silah verilmir. Vaxtında, zamanında silah da verilmədi. Ukrayna bəlkə də bu vəziyyətə düşməzdi. Qərbin, belə deyək də, mənasız və dişli siyasəti nəticəsində. İndi seçim nədir? Avropa Birliyi tərəfdən seçim bundan ibarətdir ki, Ukrayna bundan razılaşmasın. Xatırlayın da, Kaja Kallas, Ursula von der Leyen, başqaları açıqlama verdilər ki, Ukrayna razılaşmamalı. Kaja Kallas ümumiyyətlə deyir ki, Rusiya ordusunu məhdudlaşdırmaq lazımdır sayın. Bilirsiniz, bu yəqin ki, hamımız məhəllələrdə böyümüşük də. Məhəllədə belə dövlətlərarası münasibətlər bunun mürəkkəb formasıdır da. Amma məhəllədə məsələn bir güclü kimsə var. Yəni heç kimin gücü çatmır da, fiziki gücü çatmır. Ayı kimi davranır, gələnə gedənə sataşır. İndi bu Rusiya obrazının məhəllə versiyasıdır da, belə deyək. Sənə də sataşır. Sən buna görürsən gücün çatmır. Gedirsən 5 nəfər, 6 nəfər koalisiya toplayırsan, dostlarını başına yığırsan ki, qardaş, bax, məndən sonra sənə də sataşacaq. Ya sataşıb bu günə qədər, ya məndən sonra növbə sənindir. Gəlin birləşək, bunu döyək, bunun ağzını, burnunu o vaxt ki, bir də bu kimlərəsə ilişmək fikrinə düşməz. Sənin o 5-6 nəfər dostun deyir, eyvallah, gedək. Amma gəlib müharibəyə çatanda deyir, bilsən nə var? Mən oraya döyüşə daha doğrusu çatanda, davaya çatanda deyir ki, bilsən nə var? Mən yaxınlaşmıram. Ala sənə bax bir dənə taxta verirəm ki, onu vurasan. Ala sənə bir daş verirəm ki, onun başına əzəsən. Amma mən yaxınlaşmıram. Yox, mənlik deyil. Budur vəziyyət. Avropa bu planla razı deyilsə bircə yolu qalır. Qoşunlarını Ukraynaya yardıma göndərir. Edəcəkmi bunu? Yox. Məsələ budur. Yəni, Avropa Birliyinin Ukraynaya yardım göstərə biləcəyi yeganə məqam əlində olan bütün resursları Ukraynaya vermək. Məsələn, Avropa Birliyi liderləri çox qəribə şəkildə Amerikaya deyirlər ki, niyə tamaqafları vermirsən?
Yaxşı, səndə də Tauruslar var da, niyə vermirsən Avropa? Niyə vermirsən Ukraynaya Taurusları? 3000 Taurus raketi var Almaniyanın əlində. Onun heç olmasa yarısını verə bilərdi də, niyə vermir? Vermir. Və problem budur. Avropa Birliyi deyir ki, sən döz, sən dava elə o məhəllənin o yaramaz insanının qarşısında səni döysün biraz da döz. 2 il, 3 il döz. Mən gedim hərbi sənaye kompleksimi qaydaya salım, çoxlu silah istehsal eləyim, ordumu yaradım, yavaş-yavaş özümə gəlim. Ondan sonra sən indi başına nə gələcək, sonra amma mən 3 ildən sonra Rusiya qarşı dözməyə hazır olur. Ukrayna dözə bilmir 3 il. Ukraynanın 3 il dözməsi üçün, yenə təkrarlayıram, Avropada bir baba igid çıxmalıdır. Deməlidir ki, mən qoşunumu da götürürəm, gedirəm Ukrayna ilə birliyə vuruşmağa. Avtoritar ölkələr bunu elədi. Məsələn, Şimali Koreya daha səmimi davrandı, Avropadan daha səmimi davrandı. Öz qoşununu göndərdi Rusiyaya ki, gedin vuruşun, ölün Rusiya üçün. Amma Avropa bunu etmədi. Və bundan sonra da etməyəcək. Məsələ budur. Gələk indi əsas oyuncu, Amerika Birləşmiş Ştatları. Amerika Birləşmiş Ştatlarına nə Ukrayna, nə Rusiya, nə torpaq, nə Krım, nə Donbas maraqlı deyil. Ümumiyyətlə maraqlı deyil. O torpaqlar kimdə olacaq, necə olacaq, heç kimdə marağı yoxdur. Onun marağı yeni oyun qaydalarını təsis etməkdir. Çinin qarşısını almaqdır. Sakit Okyan hövzəsinə öz gücünü, öz nüfuzunu daha çox sərf etməkdir. Ukrayna isə başını qatır, resurslarını xərcləyir, resurslarından istifadəyə imkan vermir. Və bu müharibəni də uduzmaq istəmir Trump. Çünki Biden Əfqanistandan uduzlu çıxdı və o təyyarədən düşən insanların obrazı hələ də dünyanın gözünün qabağındadır. Amerika təyyarələrinin təkərindən tutub sonra yolda qalan. Trump bunu etmək istəmir. Və Ukrayna ilə Rusiyanı hansısa bir formada anlaşdırmaq istəyir. Amma güc kimindədir? Təəssüf ki, Rusiyadadır da. Ona görə də Rusiya istəklərinə daha çox əməl ediləcəyi təqdirdə dayanacağını bildiyinə görə Ukraynaya da təzyiq edir ki, dayandırın. Ukrayna indi 91-ci il sərhədlərinə çıxa bilərmi? Yox. Krımı qaytara bilərmi? Yox. Donbası qaytara bilərmi? Yox. Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərini qaytara bilərmi? Təəssüf ki, yox. Mümkün deyil də. Ona görə də deyir ki, dayanaq, müəyyən dərəcədə anlaşmalara gedək, sonra da post-Putin dönəminə hazırlaşaq da. Bilinmir axı 10 ildən sonra, 5 ildən sonra, 8 ildən sonra, nə vaxtsa Putin'dən sonra Rusiya necə olacaq? Mən ən azı bunun 5 senarisini oxumuşam dünya beyin mərkəzlərinin yaydığı. Ən pisində Rusiya dağılır, yəni onların Rusiya üçün ən pisində də, dünya üçün bəlkə də ən yaxşısıdır, bilmirəm. Ən yaxşısında isə Putin'dən də betər bir general gəlib, tamamilə Stalin kimi bir diktatura. Yəni bütün bu senarilər, dünya buna hazırlaşır. Və Ukraynanın da yeganə şansı o ola bilər ki, indi itkiləri acı da olsa fiksə eləyib dayansın, müharibəni saxlasın. Təbii ki, Ukrayna o itirdiyi əraziləri de jure qəbul etməyəcək. Rusiyanın ərazisi kimi tanımayacaq, Avropa da tanımayacaq. Amma gözləsin, güclənsin, bax bu korrupsiyalar olmasın, ayrılan yardımlar yeyilməsin, normal bir sistem qursun da. Buna finlandilizasiya deyirlər, Finlandiya modeli deyirlər də. 40-cı ildə, 39-40-cı ildə Finlandiya ilə Rusiya arasında 105 günlük 3 aylıq müharibə oldu. Bu müharibədə Finlandiya 64 min, Rusiya isə 100 minə yaxın insan itirdi. Amma general Finlandiyanın o vaxtki rəhbəri Mannerheim o Rusiya ilə, yəni Stalinlə bir anlaşma elədi. 10% torpağını güzəştə getdi Kareliyada, Kareliya yarımadasında. Amma Finlandiya dünyanın ən inkişaf eləmiş ölkəsi oldu. Ən inkişaf eləmiş səhiyyə, təhsilə, iqtisadiyyata malik olan, həyat səviyyəsinə malik olan ölkə oldu. Xoşbəxt ölkəyə çevrildi. Rusiya imperiyasından 2 dəfə qaçmağı bacaran ölkədir Finlandiya. 18-ci ildə də qaça bildi, 40-cı ildə də qaça bildi. Amma sonradan NATO'ya da üzv oldu, təhlükəsizliyini də təmin elədi. Yəni, Ukrayna üçün də bu senari ən məqbul sayıla bilər də. İndi fiksə olunur. 5 il, 10 il Finlandiya kimi çalışır, korrupsiyasız, nə bilim, iqtisadi yüksəlişə malik olan, öz sənayesi olan, elmi potensialı olan bir ölkə qurur. Sonra post-Putin dönəminə hazırlaşır.
Kim deyə bilər ki, 5 ildən, 10 ildən sonra nə olacaq? Bəlkə o torpaqları elə Ukrayna müharibəsiz belə yenidən öz ərazisinə qata biləcək. Bilinmir heç nə. Amma indi bu əraziləri itirmək çox açıq şəkildə belə görünür də, işğal altında olan əraziləri geri almaq mümkün deyilsə, təəssüf ki, dünya bine-i qədimdən belə qurulub, güclü tərəfin tələbləri və istəkləri daha çox olur. İndi faktiki biz o nöqtəyə gəlmişik və Amerika Birləşmiş Ştatları dediyim kimi həm Rusiyaya, həm Ukraynaya çox böyük təzyiqlər edərək ilin sonuna yaxın hansısa bir ateşkəs anlaşmasına çalışır. İndi Zelenski yenə də imtina eləsə bundan, mənə elə gəlir ki, üçüncü addım, yəni bu Yermakla bağlı ikinci korrupsiya addımı idi. Üçüncü addım birbaşa Zelenskinin özü ilə bağlı olacaq.